Bu günlərim sizinlə şəkər əvəzedicilərdən danışmaq istəyirəm. Əslində bir çox pasientimizə qidanızdan şəkəri çıxardın tövsiyə etdiyimiz zaman ilk sualları bəs marketdə satılan şəkər əvəzedici dadlı qidalardan istifadə edə bilərikmi? Bu olur. Hər zaman pasientlərimə tövsiyə edirəm ki, mütləq aldığınız məhsulun içəriyi haqqında öyrənin. İlk növbədə sağlam qidalardan qida almağa çalışın. Marketdən aldığınız məhsullar, paketlənmiş qidaların mütləq tərkibində nə olduğuna diqqət yetirin. Əgər bu tip qidaların tərkibinə baxsanız, ilk görəcəyiniz şey şəkərin əvəzinə fruktozanın, manitolun, sorbitolun olmasıdır. Bu qidalar şəkər dadı versə də və şəkəri əvəz etsələr də ancaq digər mənfi xüsusiyyətlərə malikdir. Məsələn, fruktoza daha çox qaraciyərdə piylənməyə, dislipidemiyaya, yəni qanda xolesterin səviyyəsinin, xüsusən də triqliseridlərin miqdarının artmasına səbəb olur. Bu da belə davam edərsə, qaraciyərin piylənməsinə, gələcəkdə həmçinin fibrozuna, o cümlədən kardiovaskular xəstəliklərin artmasına səbəb ola bilər. Ona görə də çox miqdarda və davamlı olaraq fruktoza və digər tərkibli şəkər əvəzedicilərdən istifadə etmənizi tövsiyə etmirəm. Başqa şəkər spirti olan sorbitol, manitol kimi tərkiblər olan qidalar, bu qidalar isə çox istifadə olunarsa pasientlərdə köp, qaz, narahatlıq, həzmsizlik duyğusu verəcəkdir və belə pasientlər çox zaman diareyadan, yəni ishaldan əziyyət çəkmiş olacaqlar. Ona görə də bu qidaların istifadə olunmamasına dair bu bizim ikinci böyük səbəbimiz olacaqdır. Üçüncü ən böyük tövsiyə etmədiyimiz səbəblərdən biri də bu qidaların dadlı olması üçün tərkiblərinə normaldan daha çox yağın əlavə olunmasıdır. Məsələn, dad effektini almaqdan ötürü normal şəkərli bişirdiyiniz bir qidadan, bir şirniyyatdan daha çox yağ əlavə olunur və bu da dadlı effektinin əldə olmasına yardımcı olur. Ancaq bu zaman onun kalori dəyəri artmış olacaqdır. Yəni dietik və ya diabetik hesab etdiyimiz bir qidanı qəbul edərək biz sağlam qidalanmış olmuruq. Əksinə daha artıq kalori qəbul etmiş oluruq. Düşünün ki, əgər bir axşam yeməyimiz ortalama 250-350 kalori təşkil edirsə, bir də üzərindən 350-450 kalori civarında bir diabetik və ya dietik şirniyyat qəbul edərək vəziyyəti daha da korlamış olacağıq və bu da bizim çəkimizin dirənməsinə və hətta çəkimizin artmasına gətirib çıxardacaqdır. Ona görə də hər zaman orqanizminizi dinləməyə çalışın. Əgər istifadə etdiyiniz şəkər əvəzedicilərdən sonra həm çəkidə dirənç, çəkidə artma, qaz, köp, diareya yaranırsa, həmçinin qaraciyər nahiyəsinə, sağ qabrıq nahiyədə ağrılar və yaxud ağızda acılıq kimi əlamətlər və yaxud müayinə zamanı qaraciyərin ölçülərində böyümə, piylənmədə artış görürsünüzsə, həkiminizi dinləyərək bu qidalardan maksimum uzaq duracaqsınız. Daha sağlam qidalanacaqsınız. Şəkərləri isə təbii şəkər olan meyvələri günün birinci yarısında qəbul etməklə əvəz eləyəcəksiniz. Özünüzə müğayət olun və bu videonu sizə cürbəcür fərqli məhsulları, dietik məhsulları göndərən dostlarınıza göndərin. Özləri də çəkinsinlər, sizə də təklif etməsinlər. Özünüzə yaxşı baxın.